Deməli, Seat Ibiza-dır, Yağmur. Bax, bir dənə buranın çəyiş qardaş. Bax, bir dənə bu kruloda rəng var, amma dəyişilməyib. Dəyişilməyib. Deməli, bax, bu qapıda. Bir dənə buranı da çək, yaxından çək, Yağmur. Budur. Təkərləri təzədir, arxa bufer dəyişilməyib, öz buferidir. Bu, bunun bagaj hissəsidir. Sürüyü yox, pası yox. Tam şəkildə bir dənə çəkirəm. Tam şəkildə. 2013'dür, 2013'dür. Dəyişilən detalı yenə dediyim kimi. Dəyişilən detalı yoxdur. 1.6 motor benzindir. Bax, gəl bir dənə Yağmur, bunu da çəkək. Tam şəkildə göstərirəm. Həm xanımlarımız idarə edə bilər, həm də ki, bəylərimiz idarə edə bilər. Amma motorxanasına zadına baxaq. Şuşa lükdür. Deməli, kondisioneri işləyir, probegi 229 mindir. Təkərlərin bir dənə çəkək. 12.500 maşının sahibi pul istəyir, 12.500. Gəlsələr danışacaq. Gəlsələr danışacaq, problem deyil. Gecə ilə biz maşını gecə ilə 11.8-ə, 11.7-yə, 11.6-ya, yəni qiymət verən olsa danışmaq olar. Maşındakı problem yox. Maşında problem yox. Maşına da baxdın, analiz edin. Bəli, Allah razı olsun. Baxdıq, analiz elədik, dəyişilən detal yoxdur. Axır rəyi bizim ustalarımız verir. Allah bizim ustalarımızın əlin qolun var eləsin. Öz güvəndiyiniz ustanın yanına aparırsınız maşını, yoxlatdırırsınız. Motorun karabkasını, motor nömrəsini, ban nömrəsini yoxlatdırırsınız. Əgər onlarda heç bir nöqsan yoxdursa, Allah xeyrinizi versin. Əlaqə nömrəmdəki səhifədə qeyd olunub. Kimə maraqlıdır? Allah xeyrin versin. Allah'a emanet olun. Görüşmək üzere.